Amerika və İngiltərənin siyasətinə fərqli çalarları biz görsək də, ən azından güclənən bir Türkiyəyə qarşı siyasətdə bizə qarşıdırlar. Avrasiyada da bu imperialist məfkürələr darmadağın olduqca, tarixə getdikcə əzilən, parçalanan böyük Türk milləti olduğuna görə, o parçalanan Türk millətini parçalayan qüvvələr zəiflədikcə bölgədə qabaran da Türk millətidir. Bunlar indi yollar axtarırlar ki, Türk millətinin qarşısını necə alsınlar. Ön Asiyada Türkiyənin liderliyində böyük Türk milləti artıq iradəsini qoyub və böyük Türk millətində Türkiyə Cumhuriyyəti bugün bu siyasətin öncüllüyünü həyata keçirir. Türkiyənin siyasətinə qarşı da çıxa bilmirlər. Çünki güc amili artıq Türkiyədə öz sözünü deməyə başlayır. Bugün hərbi sənayesi %80 tam Türkiyənin özünün olduğu bir Türkiyə artıq əskəri baxımdan dış güclərə asılı deyil. Və eyni zamanda Türkiyənin ekonomisi bilirsiniz 10 il, 15 il bundan qabaq dış güclərin tam baskısı altındaydı. Türkiyədə nə olursa inflyasiya, devalvasiya, bir siyasət qurulurdu, bankalar paralarını çəkirdi. Böyük para baronları da paralarını çəkən kimi Türkiyənin iqtisadiyyatına elə zərbə vururdular ki, Türkiyə onların təsirindən çıxa bilmirdi. Amma Türkiyə zaman-zaman, özəlliklə mən gəlin bunu biz açıq-açığına deyək ki, bu siyasət Sayın Erdoğan'ın liderliyində həyata keçən siyasət. Getdikcə, gücləndikcə Türkiyə bugün nə qədər artıq Türkiyədə devalvasiya yaratmaq istəyirlər, inflyasiyanı həyata keçirmək istəyirlər, görürsə artıq Türkiyə onlara sinə gəlir, artıq onların cavablarını verə bilir. Bunun qarşısında da onlar görür ki, Türkiyənin iqtisadi cəhətdən artıq əzə bilmədilər, xalqı dövlətə qarşı qaldıra bilmədilər. Fətullah Gülen kimi içdə qurduqları çətələr dövlətə təsir etməyə imkanlarını zəiflətdi. Artıq müxalifət adı altında ayrı-ayrı siyasi kuklalar da iflasa uğradıqca Türkiyə ilə artıq hesablaşmağa məcbur oldular. Və Türkiyədə bu iradə ilə Ön Asiyada özəlliklə Suriya siyasətində, Suriyadan öncə bilirsiniz ki, Liviya siyasətində, Somalidə, Cibutidə, ayrı-ayrı Afrika və Asiya ölkələrində Türkiyənin getdikcə əskəri və gücü öz varlığını daha çox sərt mənada qoyduğu bir zamanda bunlar Türkiyənin hesablaşmağa başladılar. Bugün Trump, Sayın Erdoğan və Türkiyə haqqında xoş sözlər deyirsə, elə birisi kefindən deyir. O hesab edir ki, artıq Türkiyə ilə çatışmaqdansa anlaşmaya getmək lazımdır. Anlaşmasalar bölgədə bütün nüfuzlarını itirəcək.